Küncdən zərbə. Uzaq küncə Vurğun Hüseynov. Zərbə və qol hesab açılır. Serge Cehua 37-ci dəqiqədə hesab açır. Künc zərbəsindən sonra Cehua nəhayət ki Qəbələnin qolunu vurur və bu Serge Cehua'nın çempionatda vurduğu ikinci qol olur. Epsilon təkrarını bir daha izləyirik. Uzaq küncə gələn top. Dodo və ardınca da Cehua. 1-0. Çox təhlükəli bir nöqtədən indi cərimə zərbəsi yenitirəcək qonaq komanda. Abbasovun zərbəsi və qol! Əla bir qol idi. 39-cu dəqiqə və Samir Abbasov cərimə zərbəsindən hesabı bərabərləşdirir. Qəbələnin üstünlüyü cəmi 2 dəqiqə çəkdi. Samir Abbasov isə zərbəni həqiqdən də əla yerinə yetirmişdi. Lübo Baranin birbaşa ötürmə qapı qarşısına və qapıcı topu tuta bilmədi. Zərbə və top qapıdan keçir Dodo. Outdan sonra Dodo maçın 70-ci dəqiqəsində hesaba yenidən komandasının xeyrinə dəyişir. 2-1. 2-1 Qəbələ yenidən hesab dönə keçir. Və qol sevincini meydandan kənarda olan Mahir Şovla da bölüşdü. Epsilonun təkları isə bir daha görüntü gəlir hörmətli tamaşaçılar. Qapıcı topu götürə bilmədi. Və burada Dodo topu oyundan kənar vəziyyət yox idi. Mendi, Cehua'ya ötürmə etmək lazımdır vaxtında. Mendi və gol! 3-1. 86-cı dəqiqə və Mendi hesabı 3-1 edir. Çox maraqlı bir vəziyyət yarandı. Kifayət qədər maraqlı bir vəziyyət yarandı qol vurulananda. Çünki Sahil Kərimov qapıcı bir anlıq elə düşündü ki, Cehua'ya ötürmə ediləcək və buna görə də o məhz Cehua olan zonanı bağlamaq qərarına gəldi. Fikir verin. Fikir verirsiniz hörmətli tamaşaçılar. Çox maraq bu epizodda hər şey tam aydın görünür və budur. Mendi artıq özünü yetirməklə topu qapıdan keçirdi. 3-1.